çoxdan da başıboşlara cavab vermirdik. Mən də dedim ki, bu gün başıboşlara cavab verim. Bu gün yenə mənə yazılan pis yorumları, axmaqca yorumları, səhv başa düşülmələri, ümumiyyətlə məni linçləyənləri ya da linçləməyə çalışanları öz beynində, öz xəyal dünyasında yaşayanlara baxacağıq və onlara cavab verəcəyik. Görək qabağımıza nə tər şeylər çıxacaq. Daha çox məni linçləmək istəyirsinizsə bu videoya üçün like atmalısınız. Bir dənə saç sıralama videomun altına belə bir dənə yorum yazıb ki, bax mən o videoda nə demişəm, bir dənə YouTube var, baxın gəlin. Qıvırcıq saç gəldi. Mən 9-a qoydum. Qıvırcıq saç istəmirəm. Bu güclü qadındır, bu nədir bu belə? Oo, nə qəşəngdir bu. 2-yə qoyaram. Bəli, videoda deyirəm ki, bu feminist saçına oxşayır. Bunu 9-a qoyaram. Abi, yorum yazıblar. Bir dənə yorum oxu ya. Deyir ki, batır güclü qadın bir yerinə. Mənim saçım da o ona qoyduğum forma kimidir. Hal-hazırda Azərbaycan Tibb Universitetində ayazlar oxuyuram. Bu sənin yazdıqların heç biri mənə maraqlı deyil, Allah. Yəni boş-boş danışıbsan da. Nəysə. Yəni o aşağıladığınız güclü qadınların dırnağı belə deyilsiniz. Gəlib saçınızı eleştirirsiniz. Ay bir də bir oğlan olaraq ironikdir. Bax elə sənin beynin universitetə girməyə çatıb, ancaq videonun başa düşməyə çatmır. Başa düşürsən yəni. Mən orada insan sıralayıram, saç sıralayıram. Ay axmaq. Universitetə girmirsən hə? Amma bir dənə video məntiqin belə tuta bilmirsən. Mən orada güclü qadını sıralayıram səncə. Mən orada saç sıralayıram. Ay lom. Mən orada saç sıralayıram. Mən orada qadın sıralamıram. Nə qədər küt olasan ki, fürdüm ekrana. Nə qədər küt olasan ki, bunu başa düşməyəsən ya. Amma mən orada saç sıralayıram. Ay axmaq. Mən güclü qadına nəsə bir şey dedim. Mən dedim ki, güclü qadın olmayın, güclü qadınlar pis kimi bir şey dedim. Haranla fikirləşdin. Yəni məndən o qədər nifrət edirsən ki, artıq bir yerlərindən bəhanə axtarsan ki, mən bu adama necə linç ata bilərəm. Mən bu adamı necə söyə bilərəm. Abıcnik qalıbsan, heç olmasa bəlli eləmə, başa düşürsən yəni. Mən də sevmədiyim blogerlər var. Mən sevmədiyim blogerləri sadəcə bloklayıram, videoları qabağıma çıxmır, başa düşürsən? Yəni sənin kimi abıcnik kimi, yanıq kimi gəlib videomun altına videodan dəxilsiz bir yorum yazmır, başa düşürsən? Mən orada saç sıralayıram, adam sıralamıram, ay axmaq. Güclü qadına zaten mən orada heç nə demirəm. Güclü qadın saçına oxşuyur deyirəm. Yəni ki, o saç stili xoşuma gəlmir. Saç stili xoşlamıram deyə güclü qadını xoşlamıram demək mənasına gəlmir bu. Universitetə girib 2 qram ağlı olmayan insan. Başa düşürsən yəni? Başa düşdüyü verə sanmıram. Lomsan, sən lomsan. Başa düşürsən yəni? Videonun məntiqini başa düşmürsən. Ay 100 dənə yorum gəlib, cəmcə 3-4 dənəsi beləncə. Başa düşürsən yəni? Yəni ki, bu deməkdir ki, o 4%lik axmaq insanların içindəsən də sən. Yəni bunu boş beynimə soxayış edirəm. Yəni universitetə girmək nağıllı olmur da, yəni onu deyim sənə. Güclü qadınlarda polunu dəstəkləyirəm. Yəni qadın niyə güclü olmasın? Oğlanlardan nə eksikləri var? Niyə işləyib özünü saxlaya bilməsin? Ya başqa bir oğlanın altında əzilsin, ya başqa bir kişinin əlinə baxsın yaşamaq üçün. Öz pulunu qazanır və öz həyatını davam elətdirir. Güclü qadına mən nə deyirəm? Mən güclü qadına nə pis bir şey deyirəm. Mən ona saç sıralayıram, adam sıralamıram, ay axmaq. Bir yazıb ki, gəldi qadın düşmanı. Məsələn, o saydığım 4 nəfərdən biridir. Videoda nə qadın düşmənlik nəsə gördüm. Mən deyə bilərsən bunu. O qədər xiyar adamlar var ki, yorumlarda. Yəni mən əsəbləşir ya, Allah ya. Ha bir də yazıb ki, gülməli deyil qaqaş. Elə bilirsən gülməlisən, amma sadəcə bazı uşaqlar sənin elədiyin zarafata gülür ya yox. Qardaşım, mən maraqlı deyil, sən videoma gülürsən ya gülmürsən. Ya da ki, mən elə bir məqsədim yoxdur ki, sən mənim hökman videoma güləsən. Ay zibil, nə olar ki, insanlar mənim videoma gülsün. Mən sadəcə video çəkirəm. Çünki video çəkməliyəm. Çünki mən YouTuberam. Kanalım boş qalmamalıdır. Mən düzənli olaraqdan video atmalıyam. Başa düşürsən, yəni mən keçimimi bu kanaldan saxlayıram. Yəni bu kanala video atmasam, yəni mən çətinə düşərəm bəlkə də. Yəni bu kanal olmasa mənim həyatım bəlkə də daha pis olar. Başa düşürsən? Yəni buna görə mən video atmalıyam. Bu oğlan bir tək mənə bir qram simpatik gəlmir, çox yapmacıqdır. Bir yazı tək deyilsən. Bu altdakı bir məsələ nə demək istədiyimi başa düşmürəm. Strike dublaj adındakı adam bəli mükəmməl adam. Qram simpatik gəlmir, çox yapmacıqdır. Okay, özümün yapmacıq olduğunu qram düşünmürəm. Çünki mən real həyatda necəyəmsə kamera qarşısında da eləyəm. Hə, okay, bu halından da sən yapmacıq və simpatik gəlmirəmsə, bu məni maraqlandırmır. Hamıya zor mükəmməl görsənəcək məcburiyyətində deyiləm. Yəni sevmirsən, sevmə. Belə mənim nəyimə lazım. Biri mənim bu leykemiya ilə bağlı uşaqların yanına getdiyimiz videonun altına yazıb ki, məncə edilən yaxşılıqları paylaşmamaq lazımdır deyə bir dənə şey deyib. Bu arada mən də sənin bu dediyinə qatılıram. Normalda gedib sən imkanı olmayan bir ailəyə pul versənsə, onu kameraya çəkib, "O baxın uşaqlar, mən bu imkanı yoxdur, mən buna pul verirəm. Baxın, mən buna pul verirəm." Demək düzgün deyil. Ya da ki, hansı dilənçiyə məsələn pul verəndə onu çəkib paylaşmaq düzgün deyil. Amma bizim söhbətimiz bundan tamam əlaqəsiz bir şey idi. Mən orada olan imkanı yoxdur deyə ora getməmişəm. Uşaqlar xəstədirlər və bu xəstəliyi Azərbaycanda dünyaya tanıtmaq lazımdır ki, ölkə bu xəstəliyi olanlara baxsın, dəstək olsun, kömək olsun deyə. Mənim məqsədim onları biabır eləmək deyil zaten. Onların maddi cəhətdən bəlkə də sıxıntısı yoxdur. Amma ki, xəstəlik problemidir və xəstəliyi yaymaq, bildirmək lazımdır ki, dövlət onlara kömək etsin və işləri daha çox asanlaşdırsın. Söhbət burada algı yaratmaqdır və səs duyurmaqdır. Söhbət burada onları utandırmaq deyil. Ki zaten mən orada onlara pul verib video çəkməmişəm ki, baxın sizə video çəkirəm, baxın pul götürün. Mən elə şey eləməmişəm zaten. Mən video çəkmə məqsədim zaten bu xəstəliyi ölkədə tanıtmaqdır və səsini çıxarmaqdır. Bəlkə də bu video sayəsində bəlkə də nə qədər insan gözləyir. Məsələn 30 min izlənir video, shortslar da nə qədər izlənir. Məsələn 100 minlərlə insan məsələn bu videoları görüb leykemiya haqqında məlumat sahibi olur. Bəlkə də mənim videoda göstərdiyim yöntəm vasitəsilə, milyon vasitəsilə bəlkə də həmin uşaqlar kömək eləmək istəyir. Pis bir şey mi eləyirəm? Mən pis bir şey eləyirəm həqiqətən də. Deyə bilərsən mən həqiqətən pis bir şey eləyirəm. Dəxilsiz bir dənə videonun altına yazıblar ki, videoda sən olmasaydın bəyənən. Niyə ki? Yəni bu qədər yanıqlısan məndən. Nağarmışam. Səni şey eləmişəm. Nəysə, söymək istəmirəm, ancaq məcbur edirsiniz də həqiqətən. Yəni hansı videom sən bu qədər batıb da, hansı videom sən bu qədər incidib də, sən məndən bu qədər nifrət edirsən. Bu qədər nifrət edirsənsə, 2 qram
beynin varsa mən blok atasan 2 dəfə qabağa çıxmaram. O qədər əgər fikirləşə bilmirsənsə, bu yorum yazanda yəni özünü boş-boş əziyyətə vurmuş olursan da yəni. Hələ bu saç sıralama videosunun altına gör nə yazıb ki, məncə qəşəng olub olmadığı, yarışmadığı qadınlara qalan məsələdir. Yəni videonu başa düşməyən və beynində 2 qram hüceyrəsi olmayan insan zaten bunun adından belə tender, setter, 6-lı. Böyük ehtimal 15 yaşından yuxarı yaşı olduğunu düşünmürəm bunun. İkincisi də ki, qadına yarışıb-yarışmadığı söhbət deyil. Bu söhbət mənim xoşuma gəlib gəlməyəlidir. Mən saç sıralayıram, videodur bu. Mən saç sıralayıram. Saçdır bu. Başa düşürsən, adamı sıralamıram mən. Demirəm ki, qadınlar bunu eləsin zordur, hökmən bunu eləməlidirlər demirəm. Mən xoşlamıram söhbətidir. Mənim düşüncəmdir, mənim şəxsi düşüncəmdir. Sənin girib çıxanı var bunu. Deyə bilərsən mənə bunu? Məsələn, mən belə desəydim ki, qadınlar bu saç stilindən istifadə edirlər. Hə, bu qadınlar isə bunların başını bırak, bunlardan adam olmaz. Hə, bu qadınların bu saç stili var. Hə, bunlar zordular. Belə desəydim əgər sən deyəndə, "Ay, mən orada saç sıralayıram." İnsanlar nə qədər lom olar ki, bir dənə video başa düşmür. Bəzən cavanlığa yazıqlım gəlir, Allah ki. Hə, indi gəlirik bu çalıntı söhbətinə. Gah mən dəqiqə başı videonun altına yazırlar ki, ondan çalmısan, bundan çalmısan, zırtıq. Nəysə, gəlin birinə baxaq. Bu Orxan tez gir oyuna söhbəti var idi. Bir yazıb ki, çalıntı şors. Mən Allaha and olsun deyirəm ki, hə, mən bu videonu Instagramda bir dənə WhatsApp yazışmasından görmüşəm, hə, oradan canlandırmışam. Və bu son dərəcə normal bir şeydir. Yaradıcılıq bu deməkdir zaten. Bu bir WhatsApp mesajıdır. Mən də bunu videoya çevirmişəm. Zaten YouTube'da doludur belə bir şey. Sən YouTube'da hamının videosuna heç vaxt deyə bilməzsən ki, hamının videoların öz beynindən fikirləşir. Sən bunu heç vaxt deyə bilməzsən. Deyirsənsə də sən 2 qram ağlın yoxdur. Çünki biz bu işi görürük, bu işin içindəyik və bu işi səndən çox qat-qat yaxşı bildiyimizə əmin ola bilərsən həqiqətən də. Və bu videonu səhv eləmirəmsə başqası çəkmiş, başqa bir bloger çəkmiş. Gəlib mənə deyirlər ki, çalıntı sorsan, hardansa oğurlayırsan. Mənim heç xəbərim yoxdur bunun video kimi birini çəkdiyimdən. Çünki bilirsən niyə? Mən Azərbaycanda olan blogerlərin videolarını heç vaxt götürmürəm. Heç vaxt onların videolarından esinlənmirəm, onların videolarına oxşar bir şey çəkmirəm. Çünki mən belə yorumlar gələcəyini çox yaxşı bilirəm. Buna görə də Azərbaycanda blogerlərdən video götürmürəm, video fikir götürmürəm. Üst-üstə də bilirsiniz nə vaxt düşür. Mən xarici blogerdən götürürəm, onlar da xarici blogerlərdən götürürlər, amma onlar sırf məndən tez seçiblər deyə fikirləşirlər ki, mən də bu adamdan götürmüşəm, mən bu Azərbaycanlıdan götürmüşəm. Sən səhv edirsən, mən xarici blogerdən götürmüşəm, Azərbaycandan götürməmişəm. Bu saniyə dayandırma videosunun altına bir şey yazıb. Güzgüdən baxırsınız, loxsadıq biz ala. Yəni sənin beyin hüznə o qədər çatmır ki, telefon dediyin ön kamerası da var. Arxa kamerası var. Telefonu arxa kameradan çəkilmədiyin ya da çəkildiyin sən mən necə deyə bilərsən? Yəni sən necə deyə bilərsən ki, telefon arxa kameradan çəkilmir? Ya ki güzgüdən baxırsan, özü güzgü var Allah, hansı güzgü? Böyük ehtimal ön kamera nəzərdə tut, başa düşürsən yəni. Amma ki, abi sən necə bir insansan? Kamera arxasında ramal var, bir də sən düşünə bilmirsən ki, ramal belə tutub telefonu, başa düşürsən? Ramal telefonu belə tutub, belə tutub da yəni. Ölüb siz Allah, siz TikToka baxmaqdan, Velizara baxmaqdan beyniniz yuyulub da Allah bilir. Hələ altındakı ağıllıya bax. Baya nədir? Bəs sizin türkün atxot sözlərini istifadə edirsiniz. Atxot Azərbaycandadır ki ya. Atxot sözü Azərbaycandadır. Yazdım ki, atxot Azərbaycan sözüdür. Deyir ki, xeyr, atxot sözü Azərbaycan sözü deyil. Lütxindəki otxot sözündən danışıq dilinə tərif olunmuş formasıdır. Nə oldu? Hə? Nə oldu? Türkün atxot sözü deyirsən, ha? Özün də rus sözü istifadə edirsən də. Onu rus sözlərindən istifadə eləmədən niyə rus sözü istifadə edirsən ki? Sən elə bilirsən sənin dilindəki bütün sözlər elə sırf Azərbaycan sözüdür. Yox, dilimizdəki çox söz alınma sözüdür. Və mən bayağı sözündən istifadə edirəm. Çünki dilimə yatkındır, belə istifadə edirəm. Sənə dəxli var. Sən elə bilirsən özün ən Azərbaycanlı sənsən, ən çox Azərbaycan sözlərindən istifadə edən sənsən. Yəni sırf belə linç yorum yazmaq üçün, yəni beyninizi qırağa qoyub belə lom kimi, axmaq kimi yorumlar yazırsınızsa, həqiqətən gülünc vəziyyətə salırsınız da öz-özünüzü.